yeniyetmələr qəbula gələrkən adətən verdiyim suallardan biri nədir? Evdə hansı qaydalarınız var? Baxın, evdə əgər əvvəlcədən uşaqlıq dönəmində, çünki yeniyetməlik dönəmi belə olmur ki, uşaq bu gün yatdı, sabahsı gün ayıldı, onun artıq bu gün 12 yaşı ya 13 yaşı var, bu artıq yeniyetmə hesab olunur. Bu birdən-birə bir gecəyə dəyişən bir proses Əlbəttə. deyil və valideynlərə mən mütəmadi olaraq deyirəm ki, deyir ki, qətiyyən bu yaşda onun dostluq etməyi yaşı deyil. Deyirəm ki, yaşı nə vaxtdır? Deyir ki, olsun 17-dən sonra. Deyirəm, bunu necə təsəvvür edirsiniz? 16 yaş, 364 gün yatır dostsuz, sabahsı gün oyanır və 17 olduğuna görə artıq dost münasibəti qura bilər və evin qaydaları da həmçinin bu cürədir. Əgər valideynlər ilk növbədə yeniyetməlik dönəmini yaxşı yaşamaq, keçirtmək istəyirlərsə, çünki çox ailələrə rast gəlirik, hansı ki deyir ki, mən də həmçinin onlardan biriyəm. Mən uşaqlarımın yeniyetməlik dönəmini çox da hiss eləmirəm. Niyə? Çünki öncədən uşaqlıq dönəmindən qoyulmuş bir qaydalar var. O qaydalara əsasən bilinir ki, evin qaydaları, yəni həmən o çərçivələr harda yekunlaşır. Həmən o çərçivələr daxilində hərəkət etməyə azadsan. Amma bu mütləq mütəmadi olaraq uşaqla birgə danışılaraqdan yaşı ötdükcə biz onun çərçivələrini əlbəttə ki, flexible etməliyik, yəni genişləndirməliyik. Onun emosional halını, onun duyğusal durumlarını, onun istəklərini, onun yəni bacarıqlarını nəzərə alaraqdan biz həmən çərçivələri genişləndirməliyik. Bəzi yerlərdə isə hansı ki, o artıq yeniyetməlik dönəminə keçən vaxtda biraz ailədən, biraz qohum gediş-gəlişlərindən, bunlarda isə məhdudlaşmaq istəyəcəkdir. Həmən hissələrdə isə biz rahatlıqla, yəni həmən hissələri biraz daralda bilərik. Yəni mütləq mütəmadi olaraq bir uşaqla evin qaydaları heç olmasa ildə bir dəfə yenidən müzakirə olunub, yenidən bir yazılmalıdır. Üstündən keçilməlidir. O zaman yeniyetməlik dönəminə keçən bir yeniyetmə artıq evdə illər boyu hər zaman evin qaydası var. İndi isə mən yeniyetməlik dönəminə gəlmişəm. Yeniyetməlik dönəmində buna uyğun bir ailə modelimin bir qaydası var. O qaydaları uşaq bildiyi təqdirdə, yəni yeniyetməlik dönəmində inanılmaz rahat yəni keçidlər olacaq.